Salam əziz kimyaçılar, hər birinizi mən Televizyon kanalından salamlayıram. Bugün 12 iyul tarixində, yəni bugün keçirilmiş 1-ci qrupların 2-ci cəhd imtahanının kimya suallarının izahına baxasıyıq. 61-ci sualda deyir ki, hansı bir molekullu birləşmənin quruluş halqasında benzol nüvəsi yoxdur? Polistrolda var. Polistrolun quruluşunu yəqin ki bilirik. Polbutadiyenda yoxdur. Ona görə bir cavab olasıdır 2. Lavsanda da var. Çünki lavsan nədən ibarətdir? Lavsan tereftal turşusundan ibarətdir və etilen glikolun polikondensləşməsindən alınan maddədir. Ona görə 3-də də var, 4-də də polipropilenda yoxdur. 62-ci sualda hansı maddənin kükürlə vulkanlaşmasından rezin alınır? Biz bunun üçün alkadiyen seçməliyik. Alkadiyen də hansı variantdadır? A variantındadır. Keçək. Bir dəqiqə, bunu düzəldim. Əla. Baxaq. Burada izah etsəm daha asan olar deyə düşünürəm. 63-cü sualda hansı ifadələr alkenlər üçün doğru deyil deyir. Su ilə reaksiyasından spirt alınır ifadəsi doğrudur. H-klorla reaksiyaya daxil olmur ifadəsi yanlışdır. Çünki pi rabitəsi var. Alkəndə pi rabitəsi qırılacaq. Bir tərəfinə H, bir tərəfinə xlor birləşəcək. Ona görə də yanlış cavab variantı B variantıdır. Cavab olacaq B. 64-də nə deyir? Kükürdü verir və SO2-ni verib. Bizdən bunların xarakterlərini soruşur. Baxaq, natrium OH ilə reaksiyaya daxil olur ifadəsi hər ikisi üçün doğru olmalıdır. Çünki hər ikisi daxil olur. Bunu yazaq 3-ə. Keçək ikinciyə. Suda həll olur. Suda həll olur 2-yə aid olmalıdır. Çünki niyə? Kükürt karbon disulfiddə həll olur. Suda isə həll olmur. 2 gedəcək bura. Aşağıdan qeyd eləyək. 1 bura gəldi. 2 ikinciyə getdi. Adi şəraiti bərk haldadır. Kükürt adi şəraiti bərk haldadır. 3 getdi birinciyə. Cavab da olacaq elə Y variantı. O2 ilə reaksiyaya daxil olur ifadəsi hər ikisinə aiddir. Çünki kükürt O2 ilə reaksiyaya daxil olur, SO2 əmələ gətirir. SO2 O2 ilə reaksiyaya daxil olur, SO3 əmələ gətirir. 65-ci suala baxaq. 65-ci sualda bizə reaksiyalar soruşur. Normal duz əmələ gəlməsi üçün baxın, turşuda bir H əsasdan bir OH götürür və normal duz əmələ gətirir. Su və normal duz. Əgər söhbət bir əsaslı turşudan gedirsə, H3PO4 3 əsaslı turşudur. Natrium OH isə bir turşulu əsasdır. İndi baxaq, 1 mol normal duz əmələ gətirdiyini deyir. Ona görə də bunun 3-ü ilə bunun 3 OH-da getməlidir. 1 mol H3PO4 götürmüşəmsə, burada zaten 3 dənə hidrogenim var. 3 dənə də OH aparmalıdır. Ona görə də X olacaq 3. X bərabər 3-ü qeyd edək burada. İkinciyə keçək. H2SO4 üstəgəlsin natrium OH turş duz deyir. Bax, H-ın biri qalmalıdır turş duzu olması üçün. 1 OH, 1 H-ı götürəcək, 1 H-da qalacaq və burada olacaq Y bərabərdir 1. İndi keçək Z-ə. Z-də HOH götürür. Normal duz əmələ gətirirmi? Gətirir, bəli. Ona görə də Z də bərabər olacaq 1-ə. Cəmini soruşur. Cavab olacaq 5. 66-cı suala keçək. 66-cı sualda natrium NO3 və argentium NO3-ün parçalanmasını soruşur bizdən. Natrium NO3 parçalananda natrium NO2 alınacaq. Natrium NO2 alınacaq. Üzərinə gəlinsin O2 alınacaq. Baxaq, 2, 3 variantı doğrudur. Argentium NO3-də parçalananda argentium buradan alınacaq. Ona görə də 1 səhv variantı, 5 də səhvdir. 1 5 ilə aparanda düzgün cavab variantı çıxır. Cavab olacaq B variantı. Keçək 67-ci suala. 67-ci sualda bizə nə deyir? Baxaq. Deməli, reaksiya verib. Bax, 2 vurulsun 26 qram daxil olanda reaksiyaya. 2 vurulsun 26 qram. Maddə daxil olanda. Bunu buradan yazaq. Bu tərəfdən geniş olsun. Bax, 2 vurulsun 26 reaksiyaya daxil olanda 2600 istilik ayrılır. 13 qram daxil olanda bəs nə qədər istilik ayrılar? Buradan hesablasaq görəsiyik ki, nə olasıdır cavab? 2600 bölünsün 4. Bunu belə saxlayaq, hesablamayaq. İndi baxaq ikinciyə. İkincidə bax, yenə 2 vurulsun 26-ya. 2600-dürsə 1300-ə
Nə qədərdir? B qədərdir. Burada bunu A ilə işarə edək. Bu da B olsun. B'miz də nə qədər olasıdır? Bunlar 2 dəfə fərqləndi. Bu 2 ilə bu 2 getdi. B bərabər olasıdır 26-ya. İndi bizdən A'nın B'yə olan nisbətini soruşur. 2600 bölünsün 4. Burada da 26 var. Bunlar getdi. 100 bölünsün 4. O da bərabər oldu 25-ə. Düzgün cavab variantı C variantı olacaq. 68-ci suala baxaq. 68-ci sualda bizə nə deyir? Reaksiyasında tarazlığı C2H5OH alınan tərəfə yönəltmək üçün baxaq. Bu tərəfə yönəldilməsini deyir bizə. Bax, H2O əlavə edəndə birləşmiş qablar kimi düşünün bunu. Hesablamaq daha rahat olasıdır. Birləşmiş qablara, bax, belədir da birləşmiş qablarda. Bu tərəfdən sən bir maddə əlavə etsən, bu tərəfin hündürlüyü daha çox artasıdır. Ona görə də bir doğrudur. HCOOH əlavə edəndə, bax, bu tərəfdən əlavə edirsən, ona görə bu tərəfin hündürlüyü, yəni bu tərəfdə hündürlüyü artasıdır. Ona görə 2 variantı yanlış variantdır. Və üçüncüdə əlavə edəndə yenə bu tərəf artacaq. 4-də isə H2O-nu çıxaranda, H2O-nu buradan çıxarırsansa, tarazlıq bu tərəfə yönəlmiş olur. Ona görə cavab olacaq 1-3-Y variantı. 69-a baxaq. Deyir ki, tərkibini 25% sink olan sink və kuprum qarışığının xlor turşusu ilə tam reaksiyasından 0,4 mol H2 ayrılmışsa, qarışıqda neçə qram mis olmuşdur? Aha, bu qıraqdan yazıram. Baxaq, öncəliklə sinkin H-xlorla reaksiyasını yazaq. Alınır sink xlor 2. Üzərinə gəlinsin H2, sink xlor 2. Burada düşür 2, əmsallaşma tamamdır. İndi nə deyir bizə? Bax, 65 qram olanda bu 1 mol hidrogen ayrılır. İndi bizə deyir 0,4 mol hidrogen ayrılsın. X olacaq, X də bərabər olacaq buradan 26-ya. İndi deyir ki, bizə tərkibində kütləcə 25% sink var. Biz 25% sinki nə tapdıq? 26 tapdıq. Deməli, 25%-i əgər 26-ya bərabərdirsə, bax 25%, 100%-dən 25% sinkə aiddirsə, deməli 75% də kupruma aiddir. Bu məntiqlə də hesablaya bilərsiniz. Ya da ki, ümumi qarışığın 100%-ni taparsınız, sonra ondan 26 çıxarırsınız, yenə eyni cavab alınacaq. 75-ə uyğun hesablayaq, X də bərabər olacaq 78-ə. İndi keçək 70-ci suala. 70-ci sualda neytrallaşma reaksiyasını soruşur. Neytrallaşma reaksiyasında HOH götürsün və qalmasın, yəni normal duz əmələ gəlsin. Baxaq, bir variantı yanlışdır, çünki ümumiyyətlə orada H görmürük. 2 yuxarıda yazılıb, 2 doğrudur. Bax, 2H, 2OH bir-birini apardı. 3 də doğrudur, yenə eyni məntiqlə H2, kalium OH-da da 2OH bir-birini apardı və 5 də doğrudur, cavab olacaq Y variantı. 71-ə baxaq, 71-də bizə nə deyir? Deyir ki, buranı təmizləyim. 75-ci sualda deyir ki, 20 qram şəkəri neçə qram suda həll etmək lazımdır ki, 20% məhlulansın. Baxaq, bax 20 qram şəkərdir. 20 qram burada məhlulu yazırıq məxrəcdə. Üzərinə gəlsin x qədər su, bilmirəm, vurulsun 100, bərabərdir 20. Bu 20'lər bir-birini aparar. 20 üstə gəlsin 2 bərabərdir 100-dürsə, x də bərabər olacaq 80 qram suya. Cavab olacaq B variantı. Elə doğru da yazılıb cavab da. Baxaq. Keçək 72-ci suala. 72-ci sualda bizə nə deyir? Deyir ki, CH3COOH verib və butan turşusunu bizdən soruşur. Bunu ayrı-ayrı da hesablaya bilərsiniz. Yəni butan formulunun turşusunun formulunu yazarsınız. Yazarsınız C3H7COOH. Ya buradan hesaplayarsınız. Yəni burada oksigenin 16 olduğunu yəqin ki hamı bilir. Ona görə də bizə zaten hidrogeni də veriblər, karbonu da veriblər, hesablaya bilərsiniz. Və də ki, homoloji fərqdən istifadə edərək deyir bizə. Bax, burada neçə karbon var? Bizə verilən maddədə verilib CH3COOH. 2 karbon var. Burada neçə karbon var? 4 karbon var. Karbon sayı nə qədər artdı? 2 dənə. Deməli, fərqləri nə qədərdir? 2 vurulsun CH2 qədər. CH2 də neçə bərabərdir?
14'ə bərabərdir. 12 üstə gəlsin ki, onu da 2'yə vuranda cavab edəcək 48. İndi bu maddənin MR-ni nə qədər verib? 60. Bu da 48 yox, 28. Bu da CH3COOH-dan 28 qədər çoxdur. Cavab nə olacaq? 88 A variantı. 73'ə baxaq. Molekulunda atomların ümumi sayı verilib A və B şəklində və bizdən bunların nisbətini soruşur. Hər halda formullarını bilirik. C6H6 olacaq benzol, asetilen də olacaq C2H2. Quruluş formullarını da yazaq. Bu şəkildə olur. Belə. Və neçədir? 12'dir. 12'ni böləsiyik 4'ə, cavab nə olacaq? 3. D variantı doğru cavabdır. 74'ə keçəm. 74'də cavab səhv qeyd olunub. Cavab olmalıdır D variantı. Niyə D variantı olmalıdır? Çünki bax A-da, B-də, C-də H-klor bunları çıxarda bilməz. Ona görə kalium 2CO3 olacaq. Kalium 2CO3 H-klorla reaksiyaya girəcək. Oradan da CO2 qazı ayrılacaqmı? Ayrılacaq. Doğrudur. Etilen soruşur. Etilende neçə rabitə var? Sigma rabitə var. H2, H2, 2, 3, 4, 5. Cavab olacaq C variantı. Hansı maddələr qaz halındadır deyir. A variantında lityum var, yanlışdır, bərk haldadır. B variantında kalsiyum var, metaldır. Metal olan variantları ümumiyyətcə çıxırıq. C variantında kuprum var, getdi. Y variantında silisium O2 var, getdi. Cavab olacaq D variantı. 77-ci suala baxaq. 77-ci sualda şəklə əsasən hidrogen qazı ayrılmaq üçün istifadə olunan X və Y maddələrini müəyyən edin deyir. Suala baxanda görürük ki, X qazı X-i əlavə edirik. Y də aşağıda qalır. Çöküntü kimi. Cavab olacaq A variantı. B variantı olmaz çünkü kuprum hidrojeni çıxarda bilməz. C variantı olmaz çünkü NO3'də zaten çöküntü alınmır. Hamısı həll olur. Yenə C və hidrojeni çıxarda bilməz. Y variantı da olmaz. Çünkü biri turşudur, biri metal oksidi. Buradan hidrojen qazı ayrılmayasıdır. 78-ci suala baxaq. 78-ci sualda bizə nə deyir? Bizə 2 müsbət, burada 23, burada 11 verib. Biz bunun neutron sayını təbii ki də tapa bilirik. 12'dir. Deməli A'mız bərabərdir 12'yə. Neutron sayını bizə A kimi verib. Müsbətdirsə burada elektron sayı bərabər olacaq 10'a. B də bərabərdir 10. İndi bizə Y verib. Yuxarısında N verib. Burada da 24 verib. Bizə nə deyir? N-i müəyyən edin deyir. Buradakı N-i tapmamız lazımdır. Necə taparıq? Neutron sayıları bizə göstərir ki, bərabərdir. Bunda 24 ümumi maddənin kütləsi 12 neutron var isə 12'də protonu var. İndi 12 proton var. 10 dənə də elektron olduğunu bizə deyib. Deməli N nəyə bərabərdir? 2 müsbətə bərabərdir. 79'a baxaq. 79'da bax ağıl var, məntiq var. A variantı ortofosfatdır, pirofosfatdır, hipofosfatdır, metafosfatdır. Bunlar hardan alınasıdır? Biz orada H görürükmü? Görmürük. Yəni alınmazlar. Ona görə də elə cavabı basın geçsin C variantı. 80'də nə deyir? Natrium 2SO4'ün tam dissosiasiyasından cəmi neçə mol ion əmələ gəlir? Baxaq. Natrium 2SO4 dissosiasiya etdirək. 2 dənə natrium, bir dənə də SO4 alınsın. Neçə mol olarmış? 3 mol olarmış. 81'də 0.3 mol CO2 və 0.2 mol N2'dən ibarət qaz qarşılığında olan molekulların ümumi sayını soruşur bizdən. Molekul sayı demək nə deməkdir? Mol sayı deməkdir. Və 0.3'ün üstünə 0.2 gələndə neçə mol edir bu maddəmiz? 0.5 mol edir. 1 mol 6 vuruluz 6,2 vurulsun 10 üstü 23'dürsə 0.5'də bunun yarısına bərabərdir. İkisi də bərabərdir. 3,1 vurulsun 10 üstü 23 cavab olacaq Y variantı. 82-ci suala baxaq. Spirtin formulunu müəyyən edin deyir. Cavab A variantıdır. Çünki niyə spirtin formulu nədir? CnHn+1 OH-dır spirtin formulu. Ona görə də doğru cavab variantımız olacaq A variantı. Keçək 83-cü suala baxaq. Kalium NO3-ün tam termiki parçalanmasından neçə mol O2 əmələ gəlir? Nəzərdə saxlayaq ki, 2 mol bizə verilib başlanğıc maddə.
Nədir? Kalium NO2 alınır buradan. O2 alınır. Və bu 2 moldusa, 2 mola 1 mol əmələ gəlir. Deməli, cavab olacaq 1. 84-də CnH2n minus 1. CnH2n minus 1 COOH verib. Plus 1 versəydi doymuş seçəsiydi. Minus 1 verdiyinə görə doymamış seçərik. Cavab olar 3, 4. 85-ci suala baxaq. Əmsallaşdırmamız lazımdır. Kuprum üstə gəlinsin HNO3 alınır. Kuprum NO3-dən 2 dəfə plus NO plus H2. Baxaq. Kuprum gəlib 0-dan kuprum gəlib müsbət 2-yə. Bu nədir? Reduksiya edicidir. Bura bir dənə R yazaq. N də müsbət 5-dən gəlib N müsbət 2-yə. Bu da nədir? Oksidləşdiricidir. Burada bir dənə ok yazaq. 2 burada, 3 burada. Bunlar yerlərini çarpaz olaraq dəyişdilər. 3, 2 oldu. İndi fərqli bir rəng alaq, əmsallaşdırıraq, yazaq yerinə. Bura düşür 3. Burada 3 dedik var. Burada 2 var. 3 vurulsun 2, 6. Üstə gəlsin 2, 8 dənə. Ona görə HNO3-ün qabağına 8 yazarıq. Suyun da qabağına nə düşər? 4 düşər. Bizdən nəyi soruşur? Oksidləşdiricinin əmsalı nə oldu? 8 oldu. 8-in suyun əmsalına nisbəti 4-ə nisbəti cavab olacaq 2. Baxaq, keçək 86-cı suala. 86-cı sualda nə deyir? Neytron sayını verib bizə maddənin və nisbi molekul kütləsini soruşur. Baxaq. Deməli, disikloalkan verib. Disikloalkanın formulu nədir? CnH2n. Alkenlərlə siniflər arası izomerdir. Molekulunda neytron sayı deyir. Bax, 6 dənə karbonda neytron var. Hidrogəndə 0 dənədir. Ona görə olan neytronların hamısı karbon hesabına var. Yəni 6 vurulsun n 18 dənədirsə, n-imiz nəyə bərabərdir? 3-ə bərabərdir. C3 H6-dırsa, bizdən nisbi molekul kütləsini soruşur. 12 vurulsun 3, üstə gəlinsin 6, 36 üstə gəlinsin 6, cavab olacaq 42. 87-ci suala baxaq. 87-ci sualda X üstə gəlinsin O2 verib, Y üstə gəlinsin O2 və Z üstə gəlinsin O2 olur. Cavab variantlarına baxaq. Kalsium heç birinə uyğun olmaz. Çünki kalsium neçə valentlidir? 2 valentlidir və olmalı idi cavabı kalsium oksid. Elə bir variant olmadığına görə A variantı getdi. B variantı natriumdur. Natrium nə əmələ gətirir? Natrium 2 O2 əmələ gətirir. Üçüncüyə gedər. Alüminium 3 valentlidir. Alüminium O2-dir, 3-dür. Yerlərini dəyişər 2, 3. Elə bir cavab variantı da yoxdur deyə C variantı da getdi. Litium nədir? Litium O2 valentlidir. Bu da 1 valentlidir. 2 gəldi bura. D getdi 2-yə və sadəcə qaldı nə variantı? Y variantı, o da kaliumdur. Kalium nəyə gedər? Kalium O2 formasında olar. Bu qədər. İndi baxaq situasiyalar. 88-ci sual. Situasiyalar düşünürəm ki, olduqca bəsit idi. Yəni o qədər də çətin deyildi situasiyalar. 88-ci sualda deyir ki, N2 üzərinə gəldik 3 dənə H2 alınır. 2 mol NH3 üstə gəlsin 92 kilojoldur bu da. 92 kilojol. Aha, baxaq. Deyir ki, reaksiya tənliyində amonyakın əmələ gəlmə istiliyini tapın. Əmələ gəlmə istiliyi nə idi? 1 mol mürəkkəb maddənin bəsit maddələrdən əmələ gəlməsi zamanı ayrılan və ya udulan istiliyin miqdarı 92-ni böləsiyik 2-yə 1 mol olduğu üçün. Bu da cavab olacaq 46. Birinci cavab oldu 46. İkincisinə baxaq. Nə deyir? Ayrılan istiliyin miqdarını soruşur bizdən, amma qrafik əsasən. Grafikdə görürük ki, azot 3-dən 1-ə gəlib. 2 mol, yəni arada fərq var. 3 çıxılsın 1 2-yə bərabərdir. Yəni 2 mol reaksiyaya daxil olub. 1 mol azot reaksiyaya daxil olanda 92 kilojol istilik ayrılırdısa, 2 mol reaksiyaya daxil olanda 92 vurulsun 2, cavab olacaq 184. Keçək 89-cu suala baxaq. Sulfat turşusunu verib bizə. Sulfat turşusunun durusunun və qatısının dəmirlə reaksiyasını verib. Deməli, duru sulfat turşusu, birinci duru sulfat turşusunu verib. Duru sulfat turşusu 1 mola 1 mol reaksiyaya girir.
Ona görə 1 mol dəmir girəndə əgər 152 alınırdısa, 2 mola girəndə bunun 2 qatı alınasıdır. O da səhv etmirəmsə 304 olmalıdır. Bu birincisinin cavabı. İkincisinin cavabı ama reaksiya necə gedəsidir? 2 dənə dəmir üstə gəlinsin. HCO4. Uy. Bu niyə belə oldu? HCO4 qatım. Buradan alınasıdır. Dəmir 2. SO4'dən 3 dənə SO2. Burada H2 10. İndi mən vaxtım getməsin deyə əmsallaşdırmıram. Bura 6 düşəcək. Bura 3 düşəcək. Burada 6 düşəcək. Və görürük ki 2 mol reaksiyaya girəndə nə qədər alınırmış? 1 mol alınırmış. Ona görə də bu da ikincisi də olacaq. Y bərabərdir 400. Keçək 90-a. 90'ı seçim üsulu ilə etmək düşünürəm ki, daha rahatdır. Biraz məntiq. Dalına da biraz seçmə qatırsan və salam. Bax, propen deyir. Propende CnH-dir formulu. Və olacaq C3H6. Ümumi neçə mol atom var? 9 dənə atom var. Bir dənə də pi rabitəsi var. 1 mol divinil deyir. Divinil C4H6'dır. 10 dənə atomu var. 2 dənə də pi rabitəsi var. İndi bu kənardan yazaq ki, bax 2 qram hidrogen, yəni 1 mol hidrogen 1 pi rabitənin qırılmasına sərf olunur. 1 piyə əgər 2 qram hidrogen sərf olunursa 8 qram 2. İkisi də bərabərdir 4 dənə pi olmalıdır. Bax 2 burada var, 1 burada var, bəs 1'i bunların cəmini tapanda 19 eləyir. Əlavə üzərinə 9 da gəlməlisən. 9 da gələndə nə olur? Yenə bundan əlavə etməlisən olur. Deməli, sən HCN-dən 2 mol götürməlisən. C4H6'dan da 1 mol götürməlisən. Burada 1 pi var idi. 2 mol götürdün, 2 pi oldu. Burada da 2 pi özündən var idi. Cəmlədin 4 pi oldu. 8 qram sərf olundu mu? Bəli, sərf olundu. Bu qədər. A-nın cavabı olacaq 2, B-nin də cavabı olacaq 1. İzahımız bu qədər idi. Sizə uğurlar arzu edirəm. Ümid edirəm ki, yaxşı video oldu.